Salam aleyküm, əziz və dəyərli izləyicilər. Sizinlə mənəm video bloger Beycaq Hüseynov. 2026-cı il hal-hazırda Sabirabad rayonunun Kürqırağı istiqamətindəyik. Bildiyiniz kimi bir neçə gün bundan qabaq da sosial şəbəkələrdə video paylaşılmışdı ki, Sabirabad rayonunda Kürqırağı yol əsaslı təmir olunur. Hal-hazırda biz burada çəkilişdəyik. Məndə olan məlumatlara əsasən Sabirabad rayonunun Qaragünə istiqamətindən başlayaraq Üzü Kürkəndi istiqamətinə qədər Qaratoğay kəndindən başlayaraq 10 kilometr ərazi, yəni yol tam təmir olunur. Gözünüz aydın əziz və dəyərli Sabirabadlılar. Diqqətiniz üçün təşəkkür edirəm. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.